Salam kanalımın değerli izleyicileri. Kanalımda yeni vlogumda xoş gördüm sizi. Necəsiniz? Artıq Gədəbəydə əkin vaxtıdır. Hələ yağışlara görə gecikmiş də biraz. Kişini şüyüd filan səpmək üçün yeri əkirəm. Bərəkətli olsun inşallah bizim üçün, hər birimiz üçün. Qızlar, mənə çox maraqlıdır. Kim hardan izləyir kanalımı? Sizə ən çox hansı vloqlar maraqlıdır? Təmizlik vloqları, yemək vloqları və yaxud da günlük işlər, hansını daha çox sevirsiniz? Hansı sizə daha çox maraqlıdırsa, yorumlarda mütləq qeyd edin, fikirlərinizi nəzərə alacağım vlog çəkərkən. Evdə sıxılanda, ən çox da düşüncələrimdən qaçmaq istəyəndə torpağa qaçıram. Sadəcə torpağı əkmək və ya nəsə səpmək və yaxud da sadəcə torpaqla qurdalanmaq məni çox sakitləşdirir. Bir növ terapiya kimi fikirləşirəm yəni. Aranızda mənə kimi olan varmı? Və yaxud da hal-hazırda harda yaşayırsınız, nə səpirsiniz? Sizin yaşadığınız yerdə nəyin sezonudur, belə deyək. Siz nə işlərlə məşğulsunuz? Mənə çox maraqlıdır. Yeri əkdim, kişini şüydü, səpdim. Gəldim ki, biraz da cincilim yığım, səhərə hazır olsun. Uşaqlar kətə istəyirlər. Biz bunun adına bu bitkiyə cincilim deyirik. Yəni uşaqlıqdan belə görüb, belə eşitmişik. Belki sizin bölgədə adı başqadır. Cincilimdir, pəncərdir. Yığarkən çalışıram ki, bunları təmiz yığım. Sonradan təmizləməkdənsə başdan təmiz yığmaq mənə çox rahat gəlir. Cincilimləri axşam yumuşdum, qəşəng qurudu. Sonra bu səhərdə soğan, kişniş, şüyüd aldıq. İndi onları doğrayıram. Ən sonda cincilimləri də doğrayım, qatım. İndi günortaya istəyirəm bişirəm kətəni, çünki uşaqlar da istəyir. Həm də ola bilər ki, kartof səpə bilərik, ona görə istəyirəm axşama qalmasın. Axşam da başqa işlərimi tutum ki, səhərə heç bir ev işim qalmasın. Göyərtilərin hamısını doğradım, hazırdır. Bayaq ləyənə sığmadı, ona görə belə böyük çörək qazanına yığdım. Belə əslində belə qoyanda sığırdı, amma qarışdırmağa görə sığmırdı. Hələ qarışdırmamışam, bura qoydum. İçinin indi şorunu da qatım, duzunu falan qatım. Ondan sonra bunun içində bir qəşəng qarışdırıram. Xəmirini də yoğurmuşam, burada hazırdır. Dincəlməyə qoydum. Aha. İndi gətirim bunun göyərti nədir? Şorunu filan qatım. Başlayaq bişirməyə. Qızlar, kətələri bişirdim. Çox pis yorulmuşam. Biraz da hələ dağa getdik, gəldik. Qabları yuya bilməmişəm, çox yorğunam. Başımdakı hardasa bir 10-15 gündür çox dəhşətli dərəcədə fırlanır, heç cürə dayanmır. Yəni belə yıxılacaq dərəcədə başım hərlənir, o qədər deyim yəni. Kətələrdən də bu qədər artıq qalıb. Görün nə qədər çox bişirmişəm ki, nə qədər çox yığmışam ki, göyərtini. Artıq da qaldı hələ. Bunları yağlamamışam. Elcə bişirdim, yığdım ki, yeyəndə yağlayarıq. Yəqin ki, bugün artıq kətə yemərik, çünki günorta yemişik. Axşama nəsə belə yüngül bir şeylər bişirmək istəyirəm. Amma istəmirəm kətə yeyilsin axşama, çünki günorta yemişik. Artıq axşamda yeyəndə ağır olur. Sabah inşallah günortaya yeyərik bunları da. Babagilə də göndərmək istəyirəm. Uşaqlardan görüm, əgər razılaşsalar, uşaqlardan babagilə də göndərərəm. Bildiyiniz kimi artıq kartof sezonudur. Kartof səpilməlidir. Ona görə yoldaşım da getmişdi ki, yerimizə şırım astırsın kartof səpməyə. Mən də uşaqlarla getdim ki, uşaqlar biraz havasını dəyişsin. Biraz da pencər yığdım, amma bu qədərcə yığmışam. Başım çox pis hərlənirdi deyə elə bunu güclə yığdım. Bir dəfə də üstünə yığsam, bir dəfə bişirməklik olar. Qızlar, sizdən çox xahiş edirəm, kanalımıza dəstək olmaq üçün kanalımıza abunə olmağı, videolara like atmağı, şərhlərdə fikrinizi bildirməyi unutmayın. Çay qoymuşam, bir dənə qaynasın, bir qəşəng çay dəmliyim, içim. Görürsünüz nə gündədir buralarda, amma heç cür yığmağa hələ ki axotum yoxdur. Biraz dincəlim, görüm başım düzəlsə durum yığım. Hələ paltar da yuyulub orada, paltar da aparıb sərməliyəm. Oradakı qablar da yuyulub, sər-sər yuydum, qoydum ara. Elə sər-sərdən mən demək olar ki, kətiyə başlamışam.
Bir türlü çətəni qutara bilmirəm. Hələ yaxşı ki, axşamdan çətənin cincilimini yığmışdım, yuydum. Qoydum ki, suyu çəkilsin. Səhər-səhərdə göyərtisini aldıq, yuydum, təmizlədim. Elə günortaya qədər demək olar ki, mən çətə ilə uğraşmışam. Biraz dincəlim, sonra durub başlayarıq. Çayımız da qaynayır. Durum onu dəmləyim. Halsızlığın baş ərənməsinin səbəbi elə buymuş ki, yavaş-yavaş virus yoluxurmuş bizə. Uşaqların hər ikisinin qızdırması çıxdı. Qalxdı daha doğrusu. Mən də çox dəhşətli dərəcədə halsızam. Türkiyələ aynı evdə qalmışıq. Belə açma kravatı açıb burada uzanmışıq. Timur da atasının yanında uzanıb. Hələ ki vəziyyətimiz belədir. İnşallah tez sağalar uşaqlar. Tərs kimi də işıqlar da söndü. Gecə səhərə qədər demək olar ki, işıqlar olmayıb. Gözünü açanda soruşur, işıq yandı mı, televizoru aç, baş qarşısın deyə. Ən çox su içməyə çalışıram, amma suyu da çox içə bilmir. Bir-iki qurtum içir, sonra içə bilmir. Bu dəfə lap iştahsız oldular ikisi də. Yenə deyir ki, burada mənə işığı aç görək, işıq yanırmı? Sənə qurban olum. İşıq yanmır ki. Bilirsən. Qızlar, artıq səhər oldu. Uşaqlar da şükür biraz yaxşılaşıblar. Vlog çəkə bilmədim. Artıq sahildən qaydırıq. Kartofları səkləyib. Bir qismi qaldı, yəni üstü açıq qaldı. Üstünü örtə bilmədim. İnşallah gedəcəm sabah üstünü basılmağa. Həmin vaxtda sizin üçün qısa da olsa vlog çəkəcəm. İndi atım bizi uşaqlarla aparır evə. Çünki uşaqlar hələ də hazırlıqlardır, dura bilmirlər çöldə. Qızlar, bilmirəm artıq vloqun neçənci günüdür. Hər gündən az çəkmişəm bu vloqu. İndi gəlmişəm kartofun üstünü basırmağa. Yerdə qalanı. Yoldaşım da məktəbdədir. Uşaqlar da məndən gəlib. Sağ olsunlar, atam ki kömək elədi deyə belə qutardıq. Yoxsa uşaqlarla çətin qutara bilərdik. Başqa vaxt sahildə rahat olurdular. Sadəcə indi ağrıdıqlarına görə biraz əziyyət çəkirlər. Son 2 cərgəm qaldı. İndi onları da bitirək. İnşallah gedək yavaş-yavaş. Biraz yoruldum, dayanmadan işlədim deyə. Bunlar da orada öz keyfində. Ara bir məni əsəbləşdirirlər. Yenə də canlar sağ olsun. Tam 12:00-da bitirdim. Gedirik evə. Səryan necə gözəl görünür. Vloqumuz demək olar ki, səpin əkim vloqudur, əsl sezon vloqudur. İnşallah hər birinizin xoşuna gələr, sevərək izləyərsiniz. Çöldə olan yeri göstərirəm ki, burada onu səpdik. İndi də qapıda olan balaca yeri səpirik. İndi də buranı səpirik. Balaca bir yerimiz qalıb. 1, 2, 3, 4, 5, 6 cərgəmiz qalıb. Onu da səpək inşallah bugün. Kartof məsələsini bitirək. Biraz infoberlik işlərimi aksatmışam. Çox işimlə maraqlana bilmirəm. Çünki kartofla, uşaqlar dəhşət pis ağrıdılar. Ona görə belə. Sizdə də bu qəşəng ayaqqabılardan var. Kızlar, bitti kartofumda şükür. Akşamda demək olar ki saat, baxım saat neçədir?
17:48 axşamdır. Çay sınıfım da qucağımda. Gedirəm evə. Çox şükür ki, qartovu qurtardıq, gəldik. Axşam sərmişdim, paltarlar da quruyub. O qədər çox yorulmuşam ki, belim ağrıyır. Bütün uşaqlara yazdığı dərmanlardır bunlar. Timurun qulağı ağrıyırdı, amma səni yaxşı işlə bilmirəm deyirdi qripdən sonra. Ona görə həkim belə bir şey yazdı. Özünün nə deyirlər buna? Atma razılıq qabı var, damcı atmaq üçün qulağına. Eyni ilə qapağına oxşuyur, ölçüləri eynidir, sadəcə ucunda damcı atmaq üçün yeri var. Elə Timurun dərmanını qulağına tökdüm. Hələ son gözlüyü var yanında, görək nə var paketin içində. Bu tabletkadır, axşamlar ya yeməkdən 1 saat əvvəl, ya da yeməkdən 2 saat sonra verməlisən bunu. Bu da çeynənirmiş, bunu biz bilməmişik. 2 dəfə eləcə uddu, sonra başa düşdüm ki, onu çeynəmək lazımdır. Artıq çeynəyirlər. Bir şamdır. Uşaqlarım heç sevmir də bu şamı. Birini 2 dəfə istifadə etsindir. Videonu bu gözəlliklə kapatmaq istədim. Sona qədər izləyən hər kəsə təşəkkür edirəm. Kanalımıza dəstək olmaq istəyirsinizsə, videoya like atmağı, kanala abunə olmağı və şərhlərdə fikrinizi bildirməyi unutmayın. Hələlik.